Herkese salam, kanalıma hoş geldiniz. Bu videoda sizinle Temu'dan ettiğim ilk alışverişimi paylaşıram. Bəli, düz eşitdiniz, ilk alışveriş. Mən Trendyoldan dəfələrlə sifariş etmişəm, amma Temu diqqətimi çəkmirdi. Daha sonra qərara aldım ki, bir dəfə vurum, görüm xoşuma gəlsə, yenə oradan daha sonra da sifarişlər eləyərəm. Bu bodylərdir, çox yumuşaq, keyfiyyətli materialdır. Bilmirəm videodan ötürə bilirəm ya yox. Çox qəşəng. Mən hələ bəyənən deyiləm bəzi geyimləri, amma çox yumuşaq, pambıq material idi. Bu ayaqqabılar oğlan uşağı üçün olan ayaqqabılar 10-12 manat civarında idi. Qiymətinə görə, yəni qiymətinin daha üstün keyfiyyətində idi. Bu ayaqqabılar da çox yüngül, rahat bir ayaqqabılar idi. Rastıma çıxdı və bəyəndim. Bu hissəsini dəmir zənn etmişdim şəkildən, amma dəmir deyilmiş. Yəni o mənim üçün fərq etmir. 2 rəng aldım bunlardan. 4 rəng olmalı idi, səhv etmirəmsə. Çox qəşəng ayaqqabılar idi. Bu hicablar üçün, köynəklər üçün sancaq rolunu oynayır. Sancaq əvəzi taxmaq olar, həm də mirvarilidir, qəşəng görsənir. Bu uşağın butulkası üçündür. Bu uşaq dişi ilə onu gəmirib, belə deyək, dişləyib. Ona görə aldım bunu. Yaxşı çıxdı. Bu da saç aksesuarıdır. Saçları daha qəşəng göstərir. Yaxşıdır, yəni istifadə etməyə dəyər. Bu da adapterlər üçün, telefon adapteri qoruyucusudur. Qırılmasın deyə taxırsız qəşəng olur. Bu isə hamam aksesuarıdır. Hamamda çanağın ortasında olan aksesuardır. Onun üçün almışam, dəyişmək üçün. 4 ədəd ayaqqabı almışam. Bir dənəsi qutuda gəldi və ən keyfiyyətlisi də elə bu ayaqqabı idi. Bu da 10-12 manat civarında idi. Yalnız qutuda gələn bu ayaqqabı idi. Çox keyfiyyətli, çox gözəl ayaqqabı idi. Qiymətin üstündə idi də, yəni ki, keyfiyyəti. Belə videomuzun sonuna gəldik. Bura qədər izləyən hər kəsə təşəkkür edirəm. Kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Hələlik.